Berlindən hamıya salamlar. Bugün sizə Almaniyada niyə dekabr ayını bu qədər sevdiyimi göstərəcəm. Çünki bu dövr mühüm bir bayramlardan biri olan Milad hazırlıqları ilə başlayır. Milad bayramı Xristian dünyasının ən mühüm və köklü bayramlarından biridir. Bu bayram İsa Məsihin doğumunu simvolizə edir və hər il 25 dekabr tarixində qeyd olunur. Amma Milad təkcə bir gün deyil, xüsusilə Almaniyada bu bayram dekabrın 1-dən 24-nə qədər davam edən xüsusi bir hazırlıq dövrü ilə başlayır. Bu dövrə advent deyilir. Advent Miladda ənənəvi və ailəvi hazırlıq vaxtıdır. Alman evlərində advent çələngi olur. Üzərində 4 şam yerləşir və hər bazar günü bir şam yandırılır. Bu Miladın yaxınlaşmasını simvolizə eləyir. Dekabr ayında şəhərlər tamamilə dəyişir. Almaniyada məşhur olan Milad bazarları, Weihnachtsmarktlar qurulur. Burada isti şərab, şirniyyatlar, əl işləri, Milad bəzəkləri satılır. Bugünkü vloqda sizə bizim Berlində Milad yarmarkası turumuzu göstərəcəm. Biz bir gün ərzində Stadtmitte'də yerləşən Weihnachtsmarktda getdik. Həm Alexanderplatz'da gəzdik, həm də sonda Rotes Rathaus'da böyük Milad yarmarkasına baş çəkdik. Kenan. Tatlıdır canım. Lecker. Dann muss ich die hier lagern.